Salam əzizlərimiz, bugün qarşınızda 3 mərtəbəli tam necə deyirlər, villaya bənzər belə bir mənzilimiz, evimiz daha doğrusu satılır. Mənzilimizin qiyməti cəmi 65.000 manata. 3 mərtəbəli 7 otaqlı, cəmi 300 kvadratdır. Option. Gəlin bir dənə mənzilimizi göstərək uzaqdan, daha doğrusu evimizi. Gördüyünüz kimi evimizin qaraj qapısı da əzizlər, bax bura. Qaraj qapısından yuxarı tərəfdə balkonumuzu da görə bilərsiniz. Geniş balkonumuz da var. Gəlin daxil olaraq içərini göstərək. İçəri tərəfə daxil olaq. Əziz, giriş təsənin daxil olduq. Belə bir geniş sahəmiz var. Pilləkənlərimiz beton tökmə pilləkənlərdir. Yuxarı qalxır, 3 mərtəbəlidir. Option. Gəlin daxil olaq. Bura qarajımızdır əzizlər. Düzdür, biraz axşam vaxtı olduğu üçün çatdıra bilməmişik. Axşam vaxtına gəlmişik, qaranlıq vaxtı. Siz indi anlayış göstərirsiniz. Gəlib canlı da baxa bilərsiniz. Gördüyünüz kimi bura qaraj hissəsidir. Geniş qarajımızdır. İstəsəz belə də bilərsiniz. Bölüb otaq da eləyə bilərsiniz bir tərəfdə. Bu tərəfdə bir otaqda əzizlər, gördüyünüz kimi burada da geniş bir otağımız var. Çöl-açan, hər birində çöl-açan pəncərəsi. Yəni hər bir otağı və ya mərtəbəni ayrı-ayrılıqla bölüb kiraya verə bilərsiniz. Bunun üçün də idealdır. Mənzil dediyim bu ev 3 mərtəbəli ev ümumilikdə 65.000 manata satılır. 300 kvadrat əzizlər, 7 otaqdır. Gəlin yuxarı çıxaq göstərim sizə ətraflı. İkinci mərtəbəni sizə göstərək əzizlər. Bax, belə mərtəbələr arası keçiddə belə pəncərələrimiz də var gördüyünüz kimi. Növbəti mərtəbəmiz daha doğrusu əzizlər. Kafellərə bax, kafel metlağına kimi alıb yığıb ev sahibi gördüyünüz kimi. Və burada da hamam sanuzəlimiz var. Çəkək göstərək zəhmət olmasa. Aha. Və əziz izləyicilər, burada geniş belə bir qonaq otağımız yerləşir. Genişdir. 3 pəncərə düşür bu tərəfinə də. Çəkək göstərək zəhmət olmasa. Və qonaq otağına keçid eləyir növbəti yataq otağımıza əziz izləyicilər. İkinci mərtəbənin yataq otaqsı. Belə geniş yataq otağımız var. Hər otaqda pəncərə düşür. Ümumilikdə 7 otaqda əziz izləyicilər. 3 mərtəbə, 7 otaq, geniş balkonu. Üçüncü mərtəbəyə keçid edirik. Hər mərtəbədə yenə təkrar edirəm. Bax, belə pəncərələr var. Mərtəbə arası keçidlər. Gördüyünüz kimi, burada da geniş bir sahəsi var. Yenə hamam sanuzeli. Hər mərtəbədə var əzizlər. Ayrı-ayrılıqda bölüb kiraya da verə bilərsiniz. Bura gördüyünüz bir yataq otağımızda çöl-açan pəncərəsi və əziz izləyicilər, pəncərənin qarşısında, bax bu səviyyədə olduğum pəncərənin qarşısında heç bir bina tikili olmadığı üçün rahat havalanma da var. Keçirik növbəti otağımızı göstərək əziz izləyicilər. Burada da bir otağımız var gördüyünüz kimi. Burada pəncərə düşür təbii ki də hər bir mənzildə olduğu kimi. Birinci, ikinci, üçüncü mərtəbələrdə. Burada da belə bir böyük geniş otağımız var və əziz izləyicilər, balkona keçin. Geniş balkon var. Buradan üzü o tərəfə gördüyünüz kimi. Tam geniş. Və mənzilimiz satılır ümumilikdə 65.000 manata. 300 kvadratdır. 7 otaqda 3 mərtəbəlidir. Alıb, təmir eləyib özünüz üçün kiraya da verə bilərsiniz, özünüz də qala bilərsiniz, villa kimi, fərqi yoxdur. Bunun qiyməti barəsində cüzi danışmaq olar təbii ki də. WhatsApp nömrəmizə yaza bilərsiniz, səhifəmizi takip edin, videonu bəyənin.